240 manat. Bir məktəbli hər ay məktəb avtobusuna 240 manat pul ödəməlidir ki, bu avtobus onu evdən məktəbə, məktəbdən evə gətirsin. Nə az, nə çox. Tam 240 manat. Bəzən məndə elə bir təsəvvür yaranır ki, sanki Elm və Təhsil Naziri Emin Əmrullayev Azərbaycanda yox, məsələn İsveçrədə, yaxud Almaniyada yaşayır, orada yaşayır və o ölkədən Azərbaycandakı nazirliyi idarə edir. Emin müəllim, həqiqətənmi Azərbaycandan xəbəriniz yoxdur? Bir ailə hər ay necə 240 manat məktəb avtobusuna pul ödəyə bilər? Məgər Azərbaycandakı insanların yaşayışından xəbəriniz yoxdur? Onsuz da dövlət məktəblərində varlının balası oxumur. Varlı balaları hamısı özəl məktəblərdə təhsil alırlar. Amma dövlət məktəbləri üçün, dövlət məktəbində təhsil alan şagirdlər üçün 240 manat avtobus pulunu təyin etmək nə deməkdir? Bəlkə də bu məktəb avtobusundan xəbəri olmayan izləyicilərimiz var. Sizlər üçün bir məlumat verim. Bir müddət öncə Elm və Təhsil Naziri Emin Əmrullayev bir açıqlama vermişdi ki, bir layihə üzərində işləyirik. Məktəb avtobusları olacaqdı dövlət məktəbləri üçün də. Açığı hamımız sevindik ki, bütün halda yaxşı bir təşəbbüsdür, amma qiymətin bu qədər olacağını açığı heç kəs düşünmürdü. Təsəvvür edirsinizmi? Dövlət məktəbində uşağınız oxuyur və o avtobusun, məktəb avtobusunun xidmətindən istifadə etmək üçün nə az, nə çox bir uşaq üçün 240 manat ayda ödəniş etməlisiniz. Bəlkə də nə bilim, dövlət məktəbindən bir nəfər, 2 nəfər, 3 nəfər, 5 nəfər övladı üçün o pulu ödəyə bilər. Bəs qalan məktəblilər? Özəl məktəbi başa düşürük, amma dövlət məktəbləri üçün hər hansı bir layihə həyata keçirilirsə, elə keçirilməlidir ki, ayrı seçkilik olmasın. Yəni, sinifdə bir uşağın pulu çatsın o avtobusla getməyə, amma 30 uşağın imkanı çatmasın. Niyə belə bir ayrı seçkilik salırsınız? Elə layihə işləyin ki, dövlət məktəbləri üçün ən minimum imkanı olan ailə də o layihədən yararlana bilsin. Yox, hər kəs üçün bunu edə bilmirsinizsə, ümumiyyətlə etməyin.